Bəli, artıq yay fəsli, ən sevdiyimiz fəsil gəldi və günəş şüalarının təsiri aktivləşdi. Bu nə deməkdir? Biz bu fəsli çox sevsək də, dərimiz bu fəsli çox sevirmi görəsən? Bəs dərimizi bu fəslin, günəş şüalarının, ultrabənövşəyi şüaların verdiyi zərərli təsirlərdən necə qoruyaq? Bu kimi sualların cavabını bu videoda alacaqsınız. Ultrabənövşəyi şüaların dərimizə verdiyi ən böyük zərər olan ləkələrin tündləşməsi və ya bugünə qədər heç bir ləkəsi olmayan bir dəriyə yeni günəş ləkələrinin, melazmanın yaranması deməkdir. Və bunlardan qorunmanın tək yolu günəş qoruyucu kremlərdən, qoruyucu faktorlu 50, 100 və ya 30 olan kremlərlə günəşdən qorunmaqdan ibarətdir. Ancaq bu kremləri belə düzgün istifadə olunduqda biz effektini görə bilirik. Çünki bəzi insanlar deyir ki, bəli, mən kremlərdən istifadə edirəm, ancaq yenə də dərimdə ləkələr yaranır. Bunun səbəbi günəş qoruyucu kremlərin dərimizə uyğun seçilməməsi və düzgün istifadə edilməməsidir. Bunları tam dəqiqliyini öyrənmək üçün isə mütləq ən yaxın dermatoloqunuza müraciət edin.